Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən, əlilliyi olan 800-ədək şəxsi evlərində reabilitasiya xidmətləri ilə təmin edib. Onlara 2000-dən çox reabilitasiya xidməti göstərilib. Qeyd edək ki, səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxslər Nazirliyin 142 çağrı mərkəzinə, eləcə də dost mərkəzləri və ya ərazi üzrə Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət edirlər. Müraciətə əsasən agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək onun ilkin müayinə və qiymətləndirilməsini aparır. Bundan sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq, bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, bədən tərbiyəsi, əmək terapiyası və sair üzrə reabilitasiya xidmətləri göstərilir.